tərəfdən də məhsulun çıxımını faizlə hesablayındır. Yəni C65-in H2 soruşur. MR-nə 93 verir, yuxarısında X yazırıq. Bu 93 qramdır, buna da X qram yazıram. Görək normalda 61.5-dən nə qədər alınmalıydı? X-imiz Burada da normal 61.5 122 bölü 0.5 eləyir. 93-ə 0.5-ə vurdum, 46.5 yazdım. 46.5 qram. Sonra mən burada deməli Amma çıxımını sənə faiz 46.5-in hesablayın yerinə deyir. Neçə verib sənə bu 46.5-in yerinə? 46.5-ə 100 verir. 37.2-yə də biz X yazırıq. Aysel, yəni sən tapdığın belə deyək də, hesablama ilə tapdığın 100%lik nəticədir. Onun verdiyi 37.2 isə laboratoriyalarda falan müəyyən texniki problemlər olub, 46-nın yerinə 37 verib, elə bil. Görək çıxımız neçə faiz olub. Buradan da X tapanı neçə tapdın? 37.265-ə bölü 80 yazdım. 80%. Əgər başa düşdün yoxsa yox? Bax tezdən. Çox sağ ol, Nəbi. Başa düşdüm mən. Sonra 86. 86. Yox idi ondan sonra. 80. Beraber 80 dediler o. Elə 80 indi görək 86 deyən bəy izah eləsin. Görək nəsə yazıb. Diyetinin ötürü propilamin və metilamindən ibarət olan qarşı optimal müəllim 295-i vurdum 95.5-ə böldüm 59-a. Yəni premiş faizdə elə bil XX-ə vurulur. Çünki vallahi bunun həllini də atmışam şifahidən. Amma qoyun yazayım. Trim propilamin və metilaminlərdən. Bunun cavabını bilmirəm. Option hər hansısa bir formül yazayım. Görüm həllini nə yazmışsan. Neçə nömrədir bu? 80? Anam o qədər həll atmışam, baxmayıb İsmail müəllim. Yox, telefonda açmışam bunları. Eyni WhatsApp-da da, eyni WhatsApp-dan orada açmışam burada. Anam, Quran haqqı eləmə. Hamısını həllinlə yazmışam formuluna kimi. Bizə 80-də 3 dənə maddə deyirdi. Mən də heç birini bilmədim. Elə bil 79-da kimi yazdım da, gənə çarpaz olaraq yazdım. Mən həllinlə deyim. Formuluna. İndi baxaq. Amma həllini mən deyə bilərəm. İndi ikinci variantını soruşacağım. Birinci sən elə öz dediyin kimi denən, sonra yoldaşımız izah eləsin. İstəsiz izahını mən eləyərəm. Elə izahını sonra yoldaşından soruşacağım. Elə bir 295-i vurdum 95.5-ə böldüm 5.9-a. Oradan X elə bil 295-i 5 aparır. 5 də vurdum 95.5-ə. O da 477.5 gəldi. Heç mən cavabı bilmirəm nətərdir. İndi baxayıq. Amma o 3 dənə formulu desəz mən izah eləyərəm. Mən niyə deyirəm formulu? Aynen, çünki 3 dənə maddə deyil, 295 verir. Yəni bunun bir dənə olmalı deyim ki. İndi bilmirəm, görək yoldaşımız necə izah eləyəcək. Buyur. Buyur görək. Burada trimetilamin, propilamin və metilamindən ibarət olan qarşının 295 qramına artıqlaması ilə götürülmüş xlor turşusu ilə təsir etdikdə neçə qram duz qarşılanır? Mən deməli trimetilamin deyəndə necə yazaq? Trimetilamin. C-9 kimi yazmışam mən. Bunların cəmi 3 dənə. Körükdə götürmüşəm. C3H9. Sonra propilamin hamısını denən hələ. Plus H-xlor gəlir, xlor turşusunundur. Gəl belə eləyək də, hamısına baxaq. Propilamin, bu birinci trimetilamini yazdım. Sonra propilamin necə yazılır? Propilamin necə yazılacaq? C3, H neçə? C3H9. 9 olmaz. Yox, 7. NH2 amin dediyinə görə. Yəni birlidir də. Sonra metil etilamin. Metil etilamin deyəndə C2H5, CH3 ikisi də olur. CH3 olur. Sonra ikilidir də, deməli metili etili var deyim. Bir dənə NH. Bu tərəfdə də nə olur?
Bir tane de C2H5 elə. C2H5. Aha, sonra bunların artıqlamasına yürümüş klorid turşuna reaksiya. İndi yoldaşımız bir dənə qəşəng söz dedi. Bax bu açıq formada yazsam C3H neçə olur? 9N. 9 Bunu da açıq formada yazsam C3H yenə 9N. Bu da eyni formada Ama yalan C3H görə mən bir isə dənə trimetil hə. aminə görə yazmışım. Ay sağ ol. Ama Olar. ben de teröristin bir 295 olmalı mı? Nə? Sən dediyinə gəlib Ben çıxıb da sən də o şey hesablamısan. Bax, ibarət olan qarışığın, bax, opşi bundan 295 qram verir. Artıqlaması ilə götürmüş yani klorid üstünün turşusu cəmi təsir. tapası da yəqin. İndi axırına qulaq as. Mən onda bunu elə yoldaşımız demişkən birinin üstünə yazacağam. Trimetil aminin üstünə. Eyni şeyə gəlib çıxır onsuz da. Yəni aydınmı? Bura N üstə gəlsin H C3H9 olur. plus xlorla deyir, H-xlor təsiri ilə. Burada Buradan da C3H9 NH xlor alınır. N bölünə bir dənə H gəlir. Bu da xlor. Aha. Xlorda çoxlu olur. Sənə Ondan prospekt bax bu maddə Tamam. 59 qramdır. 59 O qramdan nə qədər 9 alınır? yuxarısına 295 yazırıq. Ona 95.5 290. verir. Buna 95.5 qram verir. Aha. Yuxarısına bir Buna da x bir yazırıq. Buradan X da yazsam. 95.5'i 5'e vururuq. O da 477.5 edir. Aha, indi qayıdaram hərdən sonra təzədən ki, yəni biz bütün elə bil ki, bax bundan məsələn X mol götürsək, bundan Y mol, bundan Z mol, yəni uzun həlli də ola bilər. X, Y, Z-in məsələn Mən də opşu belə fikir kütlələri tapıb. yazmışam. Hə. Yəni bu Yəni formada deyirəm götürür ki, ki, bir maddədir. Aha. mən o Dörd. üçün hamısının eyni şey olduğunu bilməm. 3 dənə maddə verib dənə şifa yazmışam, ona görə deyirəm. Yaxşı. Yəni üçündən də sonda hər üçün H-xlor reaksiyasına zaten bu qədər 59 qramından 95.5 qram maddə əmələ gəlir. Aha, sonra deyin görək. Hələ qabaqda 50 dənə sual var, deyin. Görün səs çıxır mı? Deyin. Mənim saat 11-də bitəcək dərs. İnşallah. Deyin görək. 9-da başlayır. Gec qurtarsınız gec. Nə olsun ki? Gec qurtarsınız gec. Deyin görüm. Onda mən 105. Yoxdur nə kimi? 98'de var. Məndə də 105-106. 98. Oxuyaq 98-i. Özün oxu. Metil 98, aha. amonyum Floridə. xlorid ləqələrini suda məhlulun qarşılıqlı təsirindən alınan üzvü maddənin formulunu göstərin. Aha. CH3, Metil CH2 amonyum xlorid. Baxın, bax. Metil CH3 amonyum xlorid dediyinə görə bu nə deməkdir? Yəni burada axırında xlor olacaq. Amonyum xlorid dediyinə görə NH3 xlor yazıram. Elə deyilmi? Metil amonyum xlorid deyirdik də buna. Dimetil amonyum xlorid var idi. Elə deyilmi? Yəni belə oxuyurduq. Bunun deyir qələminin suda məl. Üzərinə natrium OH gəldikdə bu bizim belə bir qaydamız var idi. Əvvəlki versiyasına geri qayıdır. Yadınıza gəlir? Yəni CH3 NH3 necə yaranır? Deməli bu CH3 NH2 imiş ki, bölünə hidrogen birində artırıb xlor yazmışıq da, yaxşımı? Bax bu maddəyə geri qayıdır. Əlavə olaraq burada nə əmələ gələrdi? Natrium xlorla duz verirdi, bir də əlavə olaraq su verirdi. Bilmirəm, yadınıza gəlir mi? Məncə yazmışdıq. Atdığım kitabda da var idi. Alınan nədir? Üzvü maddə burada hansıdır? Budur da. CH3 NH2. Yaxşı. Bir də deyirəm, metil amonyum xloridi yazanda deməli, bax bu reaksiyanı biz tərsini öyrənmişik. CH3 NH2 üstə gəlsin H xlor. Nə baş verir? CH3 NH2 bir vahid artıb NH3 olurdu, bölündə xlor olurdu. Yəni indi onun tərsi, natrium OH-la girəndə tərsinə qayıdır da, ana vəziyyətinə geri qayıdır. Hidrogen az olan vəziyyətinə. Yaxşı. Bu belə. Sonra 90 var idi mənim. 90. Oxu. Maddə əsası xəstələn 60. Bunu niyə səhv yazmışıq? Nə yazıbsan? 90. Yazmamışam müəllimə. Oy, maddələrin əsası xəstələrin artma sırası. Amonyak ortalardaydı. Etilamin, fenilamin ən zəif olacaq. C6H5 NH2. Elə deyilmi? Mənfi 3 dediyin var idi. Fenilamin olacaq mənfi 1-də, bir dənə olan C6H5 NH2 mənfi 1-ə uyğundur. Sonra gəlir amonyak. Sonra gəlir
Hansı? Hə, sən yəqin 2 ilə 4-ün arasında qalıbsan. Etilamin necə yazılır? CH5 NH2. Bəs Bəli. dietilamin necə yazılır? Dietil 2 CH5'ten 2 dənə, bir də NH. CH5-dən 2 dənə. Aha, bir də NH. Bu artıq ikilidir də. Yəni CH5-dən elə bil ayağında 2 yazıram. Bu da Bəli. NH yazıram. Təbii ki, bunlar daha yaxşı. Axı demişdik ki, bu artıq müsbət 2 rəqəmlə uyğundur, elə deyilmi? Yəni 1 Evet. gələcək, sonra gələcək 4. Yaxşı. Bir də Evet. baxaq görək. Səhv demədik ki, əsas xəstənin artma sırası deyirik. Ən zəif oldu 3, sonra amonyak, sonra 2, 1 nədir? 2, sonra da 4. Yaxşı. B bəndi. Bəli. Etilamin, sonra dietilamin. Sonra Sonra mənim 91 də var. 91. Doymuş alfatik. Bax, bayaqdan bunları niyə demirsən? Doymuş alfatik monoamin. Necə yazılır doymuş alfatik monoamin? Formula. CN HCl plus NH2. HCl plus 1 NH2. Bəs doymuş karbon turşusunun formulu Karbon turşular. CN CN HCl O2 şəklində də yaza bilərəm və yaxud da belə yaza bilərdim. CN HCl plus 1 COOH. Sən bunu demək istəyirdin yəqin, hə? CN Bəli. HCl plus 1 CO. Amma belə yazsam karbonum N, burada 1, N üstə gəl 1 olur. Amma sənə deyir ki, fikir verin, karbon atomların sayı bərabər olsun. Sənə N verib. N verib. Mən məcburam ki, yığcam formulu yazım ki, bunlar bir-birinə maneçilik törətməsin N-lər. Yaxşı, karbon sayıları N görünsün. İndi molyar kütlələr. Birincinin kütləsi neçə qram olar? 14 N plus 32. 14 N plus 32 yox, 17 olar. 14 N 1 üstə gəl 2, 3 qram üstə gəl neçə azot? 14 olur 17 qram. Yəni 14 N üstə gəl 17 qram. Aşağıdakının kütləsi neçə qramdır? 14 N üstə gəl 16. 30. 16 niyə 16 vur 2? Oksijen işləndi, bəli. 32. Aha, 32. Bu 17-dən 32-nin arasında nə qədər fərq görürsən? 15. 15 dənə elə. 15. Deməli, əgər yuxarıdakı M-dirsə, aşağıdakı M üstə gəl 15 olacaq. 15 dənə ondan çox. Yaxşı? Bu cür yəni Bəli. sən tipli suallar. Yaxşımı? Bəli. Sonra Allah bir o bir uşaqlar da yazanmamışdı. Gizlədirlər sualları. Nəyi